Öyrənmə mərkəzli məktəb modeli nədir və niyə bugün buna ehtiyac var? Bugünkü dünyada var olan öyrənmə böhranı nədir? Son illərdə bütün dünya təhsildə böyük bir problem yaşayır. Öyrənmə böhranı. Uşaqlar yaşına uyğun oxu, riyaziyyat və dil biliklərini tam öyrənmədən sinifdən sinifə keçir. Bir çox məktəblərdə uşaqların məktəbdədir, amma öyrənmir halı normaya çevrilir. Bu da təhsil sisteminin əsas prioritetini göstərir. Öyrənmə mərkəzli məktəbə ehtiyac. Bəs öyrənmə mərkəzli məktəb nə deməkdir? Öyrənmə mərkəzli məktəb bütün prosesin tək hədəfə bağlandığı modeldir. Uşağın real öyrənməsi. Bu modeldə dərsin tempi, məktəbin atmosferi, müəllimin işi, rəhbərlik hamısı bir sual ətrafında qurulur. Uşaq həqiqətən öyrənirmi? Niyə hazırda məktəblər bunu təmin edə bilmir? Çünki bir çox məktəbin gündəmi öyrənmə deyil. Bürokratik işlər, kağız üzərində hesabatlar, müdirin otaqdan çıxmaması, müəllimə və şagirdə zəif dəstək, bütün bunlar məktəbin diqqətini öyrənmədən uzaqlaşdırır. Nəticədə uşağın necə öyrəndiyi arxa planda qalır. Öyrənmə mərkəzli məktəbin əsas əsarı doğru rəhbərlikdir. Tədqiqatlar da göstərir ki, öyrənmə mərkəzli mühitin qurulmasında məktəb rəhbərinin rolu həlledicidir. Yaxşı məktəblərin ortaq cəhəti bir dənədir. Rəhbər öyrənməni bir nömrəli prioritet hesab edir. Rəhbər inanarsa, müəllim də inanar. Müəllim inanarsa, şagird daha motivasiyalı olar. Lider rəhbəri digərlərindən fərqləndirən 4 xüsusiyyət. Müzakirəyə açıqdır, müəllimi dinləyir, kollektivlə birlikdə qərar verir. Dəstək verici atmosfer yaradır, müəllimə nəzarət etmir, onu yönləndirir. Daima siniflərdədir, uşağı, müəllimi, dərsi real şəraitdə görür. Öyrənmə nəticələrini izləyir, sənəd, hesabat yox, uşağın inkişafını əsas götürür. Öyrənməni mərkəzə gətirmək üçün məktəblərdə real öyrənmə nəticələrinə əsaslanan geri bildirimlər verilməlidir. Rəhbərlərin işi yalnız sənəd yox, öyrənmə keyfiyyəti ilə ölçülməlidir. Müəllim və rəhbərlik arasında güclü dialoq qurulmalıdır. Sosial-emosional öyrənmə də akademik öyrənmə qədər etibar görməlidir. Məktəb öyrənməni mərkəzə alsa nə dəyişər? Uşaqlar daha çox oxuyar, daha çox düşünər, daha çox soruşar. Müəllim özünü tək hiss etməz. Rəhbərlik isə məktəbi idarə edən yox, öyrənməni yönləndirən liderə çevrilər. Bu dediklərimiz olmadıqda isə tək çarəmiz İvan İliçin də dediyi kimi məktəbsiz bir cəmiyyət olacaqdır.